Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U15 Liqası C qrupunun birinci turunun oyunlarını sizə təqdim edirik. Rekord Arenada Araz Naxçıvan Karvan münasibətləri aydınlıq gətirəcək. Bildiyiniz kimi Karvan komandası D liqasından yuxarıya C liqasına qalxmışdı. Araz Naxçıvan isə B liqasından C liqasına düşmüşdü. Bütün bunlar haqqında sizə oyunun gedişində məlumat verəcəm. İndi isə komandaların start heyətini sizə təqdim etmək istərdim. Qeyri-iş günü olmasına baxmayaraq yaxınlıqdakı yaşayış binasında təmir işləri aparılır. Ümid edirik ki, bu səs-küyü futbolçuların meydandakı vəziyyətlərinə, ab-havasına və oyunun gedişinə heç bir təsir göstərməyəcək. Komandaların heyətləri belədir. İlk növbədə qonaq komanda indi oyundan kənarı vəziyyət qeydə alınır. Karvan komandasının heyəti belədir. Qapıda 66 Aqil Əliyev 2, Elcan Cümşüdlü 3, Qoçəli Nağıyev 5, Əli Əmrə Slanov 6, Əkbər Nəcəfli 5, Hüseyin Hacızadə 7, Ramil İsmailov 8, komandanın kapitanı Şahin Bədəlov 9, Ömər Cəlilov 10, Sərdar Atakişiyev 11, Nihat Həsənli. Komandanın baş məşqçisi Bəhramzadədir. Meydan sahibləri Araz Naxçıvan. Qapıda 1 nömrə Zülfüqar Əmrullayev 3, Rəhşan Mirişli 6, komandanın kapitanı Yusif Novruzov 10, Hüseyin Əsədzadə 11, Xəzər Piliyev 13, Turqut Quluzadə 15, Ayaz Kəlbəliyev 17, Ədalət Hüseynli 21, Əli Aşurov 23, Məhəmməd Mudlu 28, Mahmud Oruç. Komandanın baş məşqçisi Əli Əliyevdir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA'nın vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Lakin bu epizodda qayda pozuntusu qeydə alır. Araz Naxçıvan oyuncuları komandanın kapitanı Yusuf Novruzov topu oyuna daxil edəcək. İrəliyə doğru ötürmə izləyirik. Top qapının yanından keçir. Qaptan zərbə ilə Aqil Əliyev topu oyuna daxil etməlidir. Hörmətli futbol azarkeşləri, bildirmək istərdim ki, Karvan bu mövsüm keçirdiyi bütün görüşlərə qələbə ilə başa vurub. 4 oyunun hər birində qələbə qazanıb, qapısında isə cəmi 2 gol görüb. İrəliyə doğru ötürmə. Sərdar ötürdü, yoxdur, oyundan kənar verir. Ramil qapçıda özböz. Ramil qapıya zərbəsi və gol! Karvan futbolçuları hesab açır. Bu dəfə də Ramil İsmailli topu qapıdan keçirir. Keçən turlarda Zirə ilə oyunda qələbə qolunu vurmuşdu. Bugün də komandasını hesabda önə çıxarır. Karvanın 7 nömrəli futbolçusu. Maraqlıdır ki, bu dəfə də ona məhsullar ötürməni 10 nömrəli futbolçu Sərdar Atakişiyev etmişdir. Gözəl ötürməkdir, gözəl qoruduq ona komanda. Hesabatçı inanmaq istərik ki, bundan sonraki dəqiqələrdə hər iki komanda ifasında gözəl futbol izləyəcək. Ötürmə, Sərdar yaxşı ötürdü burada. Oyundan kənarı vəziyyəti olur. Ramil topu sol ayağı ilə yaxın küncə göndərmişdi. Küncdən zərbə ilə Ayaz Kəlbəliyev topu oyuna daxil edir. İçəriyə doğru qapçı Aqil Əliyev topu yumruğu ilə uzaqlaşdı. Hücum davam edir. Qapçı Aqil Əliyev yenidən topu komandası üçün qazanır. Oyun qolla başladı. Görüşün 3-cü dəqiqəsində qonaq komanda Yevlaxın Karvan klubu hesabı da önə çıxdı. Çox maraqlıdır ki, görək bu hesabı qoruyub saxlaya biləcəkmi? Zirə ilə oyunu da sizlərə təqdim etmişdik. Ramil 3-cü turda Zirə Karvan görüşü Bakı Ali Neft Akademiyası meydançasında keçirilmişdi və qonaq komanda Menmalı sahibli qələbə qazanmışdı. Daha bir Karvan Bakı səfərindədir. Bu dəfə isə Araz Naxçıvanın qonağıdır. Yevlax komandası bir dəfə indi ötürmə. Ayazdan qapıya zərbə hesab bərabərləşə bilər. Top qapı dirəniləyərək oyuna qayıda top meydana, bəli, indi.
Tərk edib təhlükəli. Zərbə ilə Ayaz Kəlbəliyev hesabı bərabərləşdirə bilərdi. Araz Naxçıvan Turgut Allahca hərəkətlər, amma Sərdara keçmək mümkün olmur. Yenidən hakim davam edir. Turgut geriyə oynuyor. Hüseyin Ayaz Allahca hərəkətlər. Əkbər ona mane olmağa çalışırdı. Qapıya 28 nömrəli futbolçu zərbə indirir. Mahmudun zərbəsi qapıcı Aqil. Topu elə keçirir. Outdan Çəkdim. Araz Naxçıvan hücumuna davam etdirir. Sənə də paylaşacağım. Xəzər hesabı bərabərləşdirməyə çalışırlar. Mən tanıyıram Gücdən amma zərbə ilə çoxsunu. Ayaz topu oyuna daxil edir. İçəriyə doğru ötürmə qapıcı. Daha bir gün zərbəsi yerinə yetiriləcək. Onlardan var. Məsələn, ən çox hakim yeyirəm. Bizə can qanındırır. Bu dəfə də Ayaz Kəlbəliyev. Ənənəyə Ənənəyə uyğun olaraq standart vəziyyətlər zamanı biz Araz Naxçıvanın 15 nömrəli futbolçusunu topun gerisində görürük. Bu dəfə də içəriyə doğrultma qapıcı yenidən topu uzaqlaşdırır Aqil Əliyev. Gün zərbələrində çox yaxşıdır. Harada qaldı? Qayda pozulmamışla hakim qapıcıya qarşı qapıcı yerdə qaldığına görə oyunu dayandırmışdı. İləriyə daha bir ötürmə Araz Naxçıvan, amma bu dəfə də Nəsə deyəksə, Kəlvan müdafiəçiləri topu uzaqlaşdırır. Məhəmməd Əsəd Yəşmir gəldi. Araz Naxçıvan keçəcəkləşib. İldançan öz üzərinə qoyan səsində çıxıla ötürmə ədalət istiqamətinə. Ədalət topladı və topu meydanda saxlayır, amma sonda top Əkbərə dəyərək meydana tərk etmişdi. İkinciden zərbə ilə Araz Naxçıvan hücumunu davam etdirəcək. Turgut Quluzadə gün zərbəsini yerinə yetirəcək. Ötən mövsüm vətən niyyətində çıxış edirdi. Mən görürəm. İkinciden zərbə ilə top oyuna daxil edilir. Sərdar topu uzaqlaşdırır. Daha bir zərbə, amma qapıcı bəli. Aqil üçün bu zərbələr o qədər də təhlükəli alınmır. Dərhal topu oyuna daxil edir Araz Naxçıvan. İləliyə doğru ötürmə izləyirik. Mahmud Vəhşanlı oynuyor. Ayaz yenidən Mahmud tabanı ilə çevrildi. Mərkədə çəkilir, qapıya zərbə və fantastika. Gözəl qol vurdu Araz Naxçıvan. Hesabı bərabərləşdirir. 28 nömrə futbolçu Mahmud Oruç gözəl qol vurur. Bravo Mahmud, əhsən sənə. Aqil Əliyevin qapısına vuruldu bu qol. Bu cür əskər salamı ilə bu qolu qeyd edir. Aqil Əliyev 15 liqasında güclü qapıcılardan hesab olur, amma Mahmud burada bir rəqibini gözəl şəkildə keçdi və zərbəsi də fantastika, möhtəşəm alınır. Bu zərbə ilə də hesab bərabərləşir. Yenidən komandalar sıfırdan başlamalıdır. Outdan top oyuna daxil edilir. Şala. Və beləliklə hörmətli futbol azarkeşləri ilk hissə başa çatır, qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Araz Naxçıvan Karvan görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. Hörmətli futbol azarkeşləri, ilk hissədə görüşü idarə edən hakimləri sizə təqdim etmədim. Baş hakim Samir Musayev, ona kömək edir Sənan Atayev və Mələk Çukayeva. Protokolda hakimlərin adları bizə bu cür göstərilib. Ramil onun qolu ilə Karvan hesabı açmışdı. Daha sonra Sərdar Oruç gözəl zərbə ilə hesabı bərabərləşdirdi. İnanmaq istərdik ki, ikinci hissədə, ilk hissədə də ikinci hissədə kimi oyun izləyəcək. Hər iki komanda gözəl futbolla həm azarkeşlərin, həm də Gol TV-ni sevindirəcək.
Outdan Karvan top oyuna daxil edir. Hörmətli futbol azarkeşləri bir daha xatırlatmaq istərdim ki, Gol TV üçün hansısa komandanın qələbə qazanmasının önəmi yoxdur. Əsas məqsəd ölkədə uşaq futbolunun inkişafına çalışmaqdır. Qapıya zərbə indirilmir. Agil Əliyev. Zülfüqar. Kapitan Yusif. Solla oynuyor. İkinci sıra Araz Naxçıvan heyətində 8 nömrəli futbolçu Yusif Quluzadə. Oyunda da Turqutdan əla bir ötürmə. Muhammed istiqamətini irəliyə oynayır, amma Ədalət keçdi rəqibini, topladı Ədalət. Elcan ona qarşı mübarizə apardı. Ədalət artıq cərimə meydançasında Ədalət və yerdə qalır. Diqqətlilər. Bəli, hakim davam işarəsi verdi. Bildirir ki, bu epizodda hər şey qaydalar çərçivəsində baş vermişdi və indi qayda pozulur. Hakim səhv etmirəmsə 50 oyun qeydə almışdı. Cəlmə zərbəsindən Araz Naxçıvan, üzr istəyirəm, Karvan topu oyuna daxil edəcək. Sərdar Atakişiyev Karvan heyətində fəallıq ilə seçilən oyunculardan biridir. İlk golun məhsullar ötürməsində məsələ o etmişdi. Qapıya o qədər də təhlükəli olmur. Qapıcı Zülfüqar bu topu tutmaqda çətinlik çəkmir. Kapitanla oynuyor. Hörmətli futbol azarkeşləri, qeyd etdiyim kimi Karvan D liqasında 12 xal yığdı, maksimum nəticə göstərdi. Bu da səfərdə 6-1 Karvanı öz meydançasında 2-0, Zirəni səfər meydançasında 1-0 və Dinamonu Yevlaxda 5-1 hesabı ilə məğlubiyyətə uğratmağı bacarmışdı. Araz Naxçıvan isə gəlin bu hücum izləyək, ötürmə, əla bir ötürmə idi indi. Yox, Xəzər sağ cinaha ötürdü. Məhəmməd istiqamətdən Məhəmməd bəli bu topa sarsıdı, amma hücum bir qədər gecikir. Ramil sürət hesabına rəqibindən Mahmuddan topu almağı bacardı. Allalıcı hərəkətlər ikinci rəqibinin sürəti hesabına geridə qoymağı bəli bacardı. İndi ona qarşı bəli qayda pozulur. Turqut Quluzadə. Bu qayda pozuntusu hakimin diqqətindən yayınmadı. Elcan. Turqut. Sağ cinaha ötürmə verməyə çalışıram. Bəli, topu itirmədi indi. Oyundan kənar vəziyyət də yoxdur. Araz Naxçıvan hücumunu izləyirik. Qapıya zərbə alınmır. Qoçəli topu irəli vurur. Nihat. Ramil, yox. Bəli, Ramil rəqibindən top almağı bacarır. Ramil topla mərkəzə çəkildi, önü boşdur. Ramil sürətlə irəli qapısında keçməyə yox, alınmır. Qapıya daha bir zərbə və qol Araz Naxçıvan qapısında. İkinci qolu görür. Qoçəli Nağıyev burada topu qapıdan keçirir. Karvan futbolçuları yenidən hesabda önə çıxır. Ramil İsmail də burada nələr etdi, topu Nihat ötürdü. Əlidən burada topu aldı və sürəti ilə qolun təkrarını izlədik. Kişi rəqibini sürəti hesabına keçdi. Önünə ona mane olan yox idi. Qapıya zərbəsi, amma zərbə də indirilməmişdi və top bu cür qapıya daxil olur. Karvan yenidən hesabda öndədir. Bir daha xatırlayın ki, bu mövsüm Karvan keçirdiyi bütün görüşlərə qələbə ilə başa vurur. Yusuf İbrahimli Karvan heyətində ikinci sırada meydançaya daxil oldu. Üçün özünüz üçün. Yox, biz səzinə atmıyoruz. Böyüsü üçün əsas sizsiniz uşaqlar. Beləliklə meydanda Yusiflərin sayı artıq 3-ə çatıb. Siz xəbərsiniz. Araz Naxçıvan heyətində kapitan Yusif Novruzov, 8 nömrə Yusif Quluzadə. Ged özünüz üçün uşaqlar. Yusif elə hal-hazırda da adını çəkdiyimiz futbolçu. Topladın da ötürməsi və burada anlaşılmazlıq baş verdi. Qapıya zərbə və hesab bərabərləşir. 17 nömrəli futbolçu Ədalət Hüseynli. Yenidən hesab bərabərləşir. Araz Naxçıvan 2, Karvan 2. Yusif Quluzadənin bu epizodda əzimkarlığına qeyd etmək istərdim. Əlbəttə təkrarda bir daha bunu izləyəcəyik. Belə bir epizodda hesabının bərabərləşməsi bizlər üçün də gözlənilməz oldu. Çünki burada Karvanın 2 futbolçusu var idi. Baxırıq Yusif
Düşündüm ki top artıq Əkbərin nəzarət altında, amma bu belə olmadı. Sona qədər oynamaq lazım olduğunu Yusif Quluzadə bir daha nümayiş etdirir. Hesab bərabərdir. Araz Naxçıvan bərabərlik qolunu vurur. Və Ədalət burada netdir, rəqibindən topu aldı. Qapıya zərbəsini indirir amma qapıcı Aqil Əliyev. Çox maraqlı olardı. Bu zərbədən sonra Araz Naxçıvan hesabda ona keçsəydi. İləliyə ötürmə. Qapıcı yəqin ki, bəli, Zülfüqar topa nəzarət edir. Bir nömrəli qapıcı topu oyuna daxil etdi. Aşurov. Əziz futbol azarkeşləri, 20 dəqiqə qaldı. 20 yox, 10 neçə dəqiqə qaldı. 17 qaldı. ikinci turda Araz Naxçıvan Qəbələ oyunu sizlərə təqdim olmuşdu. Elə bu meydançada keçirilən oyunda Araz Naxçıvan 5-2 hesabı ilə Qəbələni məğlub etməyi bacarmışdı. Sonradan Sabaha 6-1 hesablı məğlubiyyət və Neftçi İlkə 5-0 hesablı, daha doğrusu 0-5 hesablı məğlubiyyət komandanın C liqasına yuvarlanmağına gətirib çıxartdı. Bir qədər indi Araz Naxçıvan irəlidə çoxalmağa çalışırdı. İrəliyə Ədalət yerdə qalır və hakim penalti nöqtəsini göstərir. Az öncə də Ədalətə qarşı yalan deyərəm, qayda pozulmuşdu yoxsa yox, amma indi hakim penalti təyin edir. Hadi işte hadi. Ədalət. Yəqin ki, heç kim, daha doğrusu Karvan tərəfi bu dəqiqələrdə qapısına penalti təyin olmasını istəməzdi. Görüşdə vurulan bir qolun müəllifi ikincisi də qol vurmuşdu və yan xəta hakim bildirir ki, bəli, topu bir qədər geriyə çəkmək lazım olduğu haqda indi müzakirələr aparırlar. Qoçalı Nəğiyev, onun da bugünkü oyunda bir qolu var və hakimə bildirir ki, top irəlidədir. İndi bir qədər penalti nöqtəsinə qoyulur. Hakim bildirir ki, mənim işarəmdən sonra qapıya zərbə indirə bilər. Qapıcı hazırdır. Görüşü idarə edən baş hakim işarəsini və hər kəsin cəlbi meydançasının çölündə olmağa çağırır. Həyəcanlı anları izləyirik. Araz Naxçıvan Ədalət topa yaxınlaşdı, qapıya zərbə və Karvan. Bu dəfə onlar qapısında qol gördülər. Araz Naxçıvan hesabda önə çıxır. 3-2. Birinci dövrənin oyunlarının olduğu kimi ikinci dövrənin oyunlarında Araz Naxçıvan yaxşı başlayır. Onlar artıq 3-cü qolu vururlar. Əvvəlcə Karvan hesabı açmışdı, daha sonra Araz Naxçıvan hesabı bərabərləşdi. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. İlk hissədə komandalar elə bu hesabla bir hesabı ilə fasiləyə ayrılır. İkincisi də yenidən Karvan. Qoçəlinin qolu ilə hesabda önə çıxdı. Ədalətin qolu ilə hesab bərabərləşdi. İndi az öncə Ədalət penaltidən fərqlənərək Araz Naxçıvana növbəti 3 qala daha da yaxınlaşır. Hesablardan söz düşmüşkən Bombardilər siyasına qayda pozulur. Yevla komandasının Karvan klubunun 17 nömrəli futbolçusu Ramil İsmail'le başladı ve onun aktivində 10 gol vardı. Bugünkü oyunda fərqlənərək qolların sayını 11'e çatdırdı. Ben bu tutan kim qaçıram. Oyundan oyuna daha da parlaq oyun sərgiləməyə çalışır. Məncə heç kim çəkməyəcək. Topun gerisində də məsələ Ramil İsmail'la görürük. Gol TV'nin simpatiya bəslədiyi futbolçuların biridir. Yəqin ki, bu dəfə də sol ayağı ilə qapıya zərbə indirəcək. Vurduğu qolu da bəli, sol ayağı ilə qapıdan keçirmiş. Hakimdən işarə gəldi. Ramil bu dəfə o qədər də təhlükəli olmayan zərbə indirir. İrəliyə doğru ötürmə. Ramil
Yox, qayda pozulmur. Hakim devam işarəsini verir. Turgut Əlizadə. O da meydandadır. Sonradan o meydançaya daxil olan oyuncudur. Talih. Ədalət. Gedəsiz. Ötürmə. Yusif. Turgut. Qapıya uzaq məsafədən zərbə qapıcı. Və top onsuz da meydanı tərk edirdi, amma yəqin ki Aqil riskə getməyərək topu meydandan uzaqlaşdırmağa çalışırdı. Mahmud Oruç hələ ki yorulmaq bilmir, görüşün artıq sonlarıdır. Yusif qapıya zərbə müdafiəçilər yaxşı oynayırlar. Qarışıq bir vəziyyət var idi. Rüfət. Vəliya Ramil istiqamətindən Ramil topladı. Mərkəzdəki həyəcanlı anları izlədik. Karman komandası hücum qurmağa çalışır. Qapıya zərbə qapçı. Yusifin zərbəsinin qarşısını kəsir. İkinciden zərbəli. Bəlkə də bu oyunda qurulmuş son hücum olacaq. ...15 nömrə Yusif İbrahim ilə zərbəni də oyun edilmişdi. İkinciden zərbəni də o yerinə yetirəcək. Belə əlavə olunmuş 3-cü dəqiqədə başa çatdı. Hakim yəqin ki bu hücumdan sonra artıq görüşü bitirəcək və top meydanı. Tərk edib diqqətlər. Hakimdən və bitdi. Araz Naxçıvan 3-2 hesabı ilə qələbə qazandı. Hörmətli futbol azarkeşləri, Araz Naxçıvanı qələbə münasibəti ilə təbrik edirik. Karvana isə növbəti oyunlarda uğurlar arzu edirik. Hər iki komanda gözəl futbolla yadda qaldı. Gol TV bu cür oyunlarda iştirak etməyi arzulayır. Hər iki komanda yaxşı çıxış etdi, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Karvanda 10 nömrəli futbolçu Sərdar Atakişiyev, oyunun ulduzu isə Araz Naxçıvanın 17 nömrəli futbolçusu Ədalət Hüseynlidir. Hörmətli futbol azarkeşləri, biz ayrılmış vaxt burada. Başa çatır, sağ olun, sağlam olun.